Salam, hər vaxtınız xeyir olsun. Dəyərli futbolissimo sevərlər, bizim YouTube kanalımızın daimi izləyiciləri. Xoş gördük hər birinizi. Bu dəfəki buraxılışımızda hər zaman olduğu kimi Tərlan Şahanoğlu ilə birlikdə gündəm mövzulara toxunacağıq. Həm Azərbaycan, həm də dünya futbolunu bir daha gözdən keçirəcəyik və sözü ötürürəm həmkarıma. Xoş gördük Tərlan. Xoş gördük Ramiz. Mən də bütün tamaşaçıları salamlayıram. Bir həftə ərzində çəkilişimiz olmadı və bir qədər ara verdikdən sonra yenidən qarşınızdayıq. Yenə mövzularımız boldur. Düşünürəm ki, yenə də maraqlı bir veriliş alınacaq. İnanıram. İzləyicilərimizin də əksəriyyəti hələ ki çəkilişlərimizi bəyənirlər, amma biz inanırıq ki, o bəyənmələrin sayı daha da çox olacaq. Ümumiyyətlə, daha çox kütləyə çata biləcəyik, daha çox izləyiciyə fikrimizi çatdıra biləcəyik. Hər zaman olduğu kimi biz yenə də yerli futbolla başlayırıq, yerli mövzularla başlayırıq və bu günlərin əsas mövzusu milli komandamızın heyətinin açıqlanmasıdır. Yəni, Fernando Santuş'un ənənəsinə sadiq qalaraq yenə də kameralar qarşısında heyətləri açıqladı, bir-bir futbolçuların adlarını çəkdi və bu dəfəki heyətdə əslində yeni adların olması, milli komandamıza ilk dəfə çağırılan futbolçuların olması diqqət çəkəndir. Rəqiblər bilirik ki, Haiti və Belarusdur və heyətdəki futbolçulara bir-bir nəzəryə salmaq olar, yəni bir-bir futbolçuların adlarına baxmaq olar, düzdür. Biz bunun üzərində çox qalıb, çox araşdırmaq fikrinə deyilik. Amma heç olmasa, məsələn, qapçı, yarım müdafiəçi, müdafiəçi və hücumçu mövqeyindəki futbolçularımıza bir göz gəzdirək. Millimizin qapçılarına baxsaq, Tərlan, qapçılarla başlayaq. Rıza Cəfərov, Aydın Bayramov və Şahruddin Məhəmmədəliyev. Biri Neftçinin, biri Zirənin, digəri isə Qarabağın qapçısı. Açığı, əvvəlki oyunlara nəzər salsaq, təəssüf ki, deyə bilməyəcəm ki, bu qapçılar çox etibarlıdır. Yəni, şəxsən seçimi elə uğurlu saymıram. Yox, yəni bizim əlimizdə başqa hansı material var ki, seçməmişik. Misal üçün, Fernando Santuş kimi qoyub, kimi seçib deyə biləcəyimiz durumdur, yoxsa ümumiyyətlə qapçı məsələsində zəif vəziyyətdəyik demək istəyirsən? Ümumiyyətlə, mənim fikrimcə o, yəni Kamran Ağayevdən sonra yaxşı qapçımız olmayıb milli səviyyədə. Hazırda olan qapçılar isə məncə elə də etibarlı deyirlər. Aydın Bayramov Zirədə çıxış eləyir. Zirə yaxşı futbol oynayır. Rıza Cəfərovun etiraf eləyək də, uzaq məsafədən vurulan toplarla bağlı problemləri var. Elə buraxdığı qollar var. Yəni, ideal səviyyədə deyil heç biri, üçü də. Şahruddin onsuz da əsas qapçı deyil hazırda. Mənim üçünsə, ümumiyyətlə, mən oxuyuram sosial mediyada yazılan fikirləri və həmkarlarımızın da fikirlərini ki, Səbaildə geridə qalan mövsümün əsas hissəsində həm çox gənc Əli Rıza Müştəbəzadə var, iki möhtəşəm seyvi var. İndi Elşən yəqin ki, və ya Əli o seyvləri, iki seyvi var. Dəqiq izlədiyim. Biri Paçonun kəpəzlə maçda Paçonun zərbəsinə göstərdiyi reaksiya. Biri də Səbailin öz vəziyyəti sadəcə. O heç başa düşdüm. Şamaxı ilə maçda Edgar Adilxanovun zərbəsi zamanı, yaxın məsafədən zərbə zamanı göstərdiyi reaksiya var ki, fantastikdir. Yəni biz onu ancaq deyək ki, Casillas'da falan, yəni düz deyim, müqayisə aparanda bəlkə də gülməli səslənə bilər, amma çox dəhşətli dərəcədə cəlb qapçıdır. Ola bilər ki, qarşıdakı müddətdə məsələn bu qapçılar yetə cəlb olsun. Məsələn, seçimlər arasında Yusif İmanov da var idi. Amma Yusif İmanovun... Yəni artıq o da klubdakı yerini itirir. Ay, sağ ol. Yəni klubda Pakatilov oynayır. Oynamayan qapçını da milliyə çağırmaq, yəni düzgün. Belə, qapçılar məsələsində toxunduq çox üzərində qalmadan. Amma təbii ki, rəylərdə fikirlərinizi yazın. Məsələn, bəlkə hansısa qapçını daha çox milliyə layiq görürsünüz və ya hansısa daha yaxşı formadadır. Bizi unutmuşuq. Mən amma şəxsən Səbailin həm Hüseynəli Quliyevin çıxışını, həm Əli Rıza Müştəbəyzadənin çıxışını son aylarda, xüsusilə qışdan sonraki dönəmdə çox uğurlu qiymətləndirirəm. Müdafiə xəttində Səbaildən Mərçəlik var, Neftçidən yaxşı xatırlayırıq. O 21-də oynayıb, milli komandamıza bir dəfə cəlb olunub, amma meydana çıxmayıb. Bu ikinci çağırışdır. Zamiq Əliyev, Ignati Albaniya, Rəhman Daşdəmirov Sabahdan milliyyət ilk dəfə çağırılıb, bildiyim qədərilə. Rahil Məmmədov, Polşada oynayır, Radomyakda. Bəhlul Mustafazadə Qarabağ, təqdimata ehtiyacı yoxdur və Amin Seydiyev Sabah. Yəni, burada diqqətini cəlb edən hansısa bir məqam? Amin Seydiyevin Slovakiya millisi ilə maçda. Xoş bir xatirəsi var. Bəli, ən yadda qalan dırnaq arası maç idi onun üçün. Yəqin ki, unudulub gedər olar. Digərlərini isə tanıdığımız oyuncular da, daima milliyə çağırılan oyuncular da demək olar ki. Bircə Rəhmanın yeni milli komandaya cəlb olunması faktı var. O da Sabahın heyətində yeni baş məşqçi Berezutskinin güvəndiyi adlardan birinə çevrilib. Elvin Cəfərquliyev də həmçinin. Elvin Cəfərquliyevi qeyd eləmək lazımdır. Bir də Bədavi Hüseynov var. Bədavi Hüseynov da var. Qarabağdan iki daha futbolçu var. Bunlar da sənə də qeyd elədik ki, mən bilənizdə Bədavi kapitandır. Bədavi, bəli, kapitanlıq veriləcək. Yəni qeyd elədiyin o söz var da, digər futbolçular
milli komandamıza daimi çağrılan oyunculardır. Bədavidir, Elvindir, Bəhluldur, Seydiyevdir, eyni zamanda Rahildir. Bunlar milli komandamızın daimi üzvləridirlər. Və keçdik yarımdafiə xəttinə. Yarımdafiə xəttindəki ilk futbolçu adı diqqəti cəlb edir. Bu Şahin Şahniyarovdur. Qəbələ komandasının futbolçusudur. Qəbələ komandası 1-ci liqada mübarizə aparır və baş məşqçi Fernando Santos bildirib ki, mən və köməkçilərim nəinki 1-ci liqa, 2-ci liqa maçlarında izləyirik və düzdür, hamıya dəvət göndərməyəm. Məsələ olaraq düzdür, çox gəncdir. Mən ötən mövsüm Qəbələ elitanı tərk eləyərkən son turlarda Kaxa Çxadadze o futbolçuya güvənirdi. O zaman şərh edirdik maçları və izləyirdim Premier Liqa maçlarında. Onda oynayırdı hətta. Bu mövsüm 1-ci liqada ümumiyyətlə bilir ki, Qəbələ liderdir, məğlubiyyətsizdir və bu komandanın da ən əsas dinamolarından biri məhz Şahin Şahniyarovdur. Milli komandaya cəlb olunub və bildirib ki, çox xoşbəxtəm əlbəttə ki, bir gənc futbolçu üçün, 1-ci liqada oynayan futbolçu üçün çox möhtəşəm birisi. Ümumiyyətlə, yəni sənin fikrincə, məsələn, 1-ci liqada milli komandaya futbolçunun çağırılması faktı nəyə imkan? Ekstra performans göstərirsə, səviyyə fərqi ilə digərlərindən çox fərqlərsə, təbii ki, layiqdir. Yəni bu, o demək gözlə ki... çarpacaq gəlir ki, bu yeri məsələn elitadır. Burada Qəbələdə oynamağı hal-hazırda heç onun səviyyəsinə uyğun deyil. Bir məsələ də nədir? Məsələn, bu həm də o deməkdir ki, məsələn, 1-ci liqada olan futbolçular üçün stimuldur. Deməli, baş məşqçi, yəni mümkündür bu. Portuqaliyalı baş məşqçi 1-ci liqadan da oyuncu çağırır. Amma bir şey var da, bu Qəbələ komandasıdır. Yəni elita tərcüməsi təbii anlayıram. Amma ola bilər ki, bu məsələlərdə bir qədər Fernando Santos gələcəkdə daha fərqli addımlar atsın. Yəni daha fərqli komandalardan da, yaxşı çıxış edən komandalardan futbolçu cəlb olunsun. Digər oyuncular Aleksey İsayev, Ozancan Kökçü Finlandiyada çıxış edir. Finlandiya klubunda, HİK-də. Toral Bayramov Qarabağ komandasının futbolçusu, Səbuha Abdullazadə Sumqayıtdan, İsmail İbrahimli Zirədən, Coşqun Diniyev Çorumdan, Türkiyədən və Elvin Camalov da Neftçidən. Yarımdafiə xəttindəki futbolçulardan məsələn kim ola bilərdi millinin heyətində başqa və ya Emin Mahmudov zədəlidir? Ozoviç yoxdur, Mahmudov yoxdur, Şeydayev hücuma meyilli oyuncudur, o çağırılmayıb. Bundan əlavə kim yada düşür? Emin Mahmudov dəqiq baş məşqçi bildirdi ki, Emin Mahmudovun zədəsi və ümumiyyətlə formada olmaması üçün milliyə çağırılıb. Yəqin ki, o milli futbolçudur, sadəcə bu dəfə çağırmamışam yoldaşlıq oyunlarında. Eyni zamanda Ceyhuna da aiddir bu Zirə komandasından. Yəni, bir sözlə, bir neçə futbolçu var ki, onlar baş məşqçinin milli futbolçulardır. Amma hazırda formada deyirlər və ya zədəlidirlər deyə heyətə cəlb olunmayıblar. Yarımdafiə xəttindəki futbolçular bu adları idi və hücum xəttinə də nəzər salaq. Debütant ilk dəfə çağırılan Ağdaş Salyanski. Halbuki Samir Abbasov tərəfindən bir xeyli tənqid olunmuşdu mətbuat konfransında. Yəni özü də o qeyd etmişdi ki, yəni hücumçu öz varlığını hiss etdirməlidir, yəni meydanda rəqiblər ondan çəkinməlidirlər. Və məncə bu tənqid o futbolçunun inkişafı üçün çox yaxşı yerində olan bir tənqiddir. Baxır Ağadaşın öz reaksiyasına. Yəni ara da pozula bilər. Yox, gənc futbolçunun məncə aranı pozmağa ixtiyarı yox. Düşünə bilər ki, bunu təklikdə mənə deyə bilərdi. Yəni mətbuat qarşısında yox. O indi məşqçilərin yanaşması məncə baş məşqçinin gənc futbolçu barədə ona ki şansı verir. Ağadaşı Samir Abbasov olmasa bəlkə başqa məşqçi o qədər çox oynatmayacaq. Deyiliş qaydası da var. Sanki bir qədər... Mən şəxsən orada Samir Abbasovun tərəfindəyim. Ola bilsin, sən məşqçinin tərəfindəsən. Daha doğrusu futbolçunun o mətbuat konfransı tənqid olunmamasının tərəfindəyim. Mən amma baş məşqçinin gənc futbolçunun xüsusilə belə deyək, müqayisə apararaq belə çıxmasın, söyməyib, döyməyib. Deyir ki, rəqibin hücumçusu meydanda necə mübarizə aparır, amma sən Neftçidə olursan və... Salyanskinin özünün fikri çox önəmlidir. Özünün fikri əgər bu tənqidləri yaxşı qəbul edib, öz üzərində işləyəcəksə ki, belə eləyəcək məncə gənc futbolçu. Milliyə də çağırılır, məsələn. Yəni ona görə məncə onun üçün də çox uğurlu bir məsələdir. Xəyal Əliyev milli komandaya çağırılıb Sabah komandasından. Nərman Axundzadə, Musa Qurbanlı, Renat Dadaşov Radomyakdan, Rahilin komanda yoldaşıdır Polşadan. O da yeri gəlmişkən ilk 2 oyunda gol vurdu. Bir də Mahir Emreli. Hücumçular var dedi, danışaq daha sonra milli mövzusunu bağlayaq. Mahir Emreli, yəni Nürnbergdə oynayan hücumçumuzdur, amma çoxdandır millidə qol vurmur. Hər milli oyun öncəsi söz verir ki, məsələn, bu dəfə qol vurmağa çalışacağam, bu dəfə çalışacağım ki, fərqlənim, amma təəssüf ki, bu öz istəyinə nail ola bilmir. Digər oyuncular yəni Renat Dadaşovdur, daimi üzvümüzdür. Əslində milli komandanın son toplanışında Renat çağırılmamışdı, onda klubsuz idi və ya klubla araları yox idi və ya komandanı dəyişmək ərəfəsində idi, formada deyildi və artıq Radomyaka gələn kimi 2 qol vurub və azarkeşləri... Salyanskini izləmək mənə maraqlı olacaq, məsələn. 30 dəqiqədə olsa, 15 dəqiqədə olsa. Yəni bu 2 yoldaşlıq oyunda yəqin ki, həm Ağadaşı, həm
Xəyalı biz meydanda görərik deyə. Bir də Şahin Şahinlər orada görmək maraqlıdır. Yəni açığı yoldaşlıq görüşlərində göstərilən performans mənə çox cəlb eləmir. Amma futbolçu millinin heyətini formalaşdırmaq Hava baxımından olmur. Yəni dəyişikliklər çox olur. Yəni köklənmə o olmur. Tam tuta bilmir. Aldana bilərsən. Məsələn çıxar Ağdadaş Solyanski xəttrik eləyər. Sonra buna debüt, fantastik zat. O biri rəsmi oyunda yəni meydanda görünməz. Amma məsələ nədir? Mən başa düşürəm. Onu hat-triki deyək ki, Renat Dadaşov eləsə, o bizim üçün deyərsən ki, bu yoldaşlıq oyundur. Amma Ağdadaşın və ya Xəyalın və ya Nəm Şahinin çıxıb həmin maçlarda oynaması, hətta qol vurması, bilsiniz, yəni onların uğurlu startı baxımından özünə inamı artıracaq. Bəli, əlbəttə ki, milli üçün, gələcək üçün bu futbolçu deyirəm bu aldadıcı da ola bilər. Yox, onsuz da milli komandanın yoldaşlıq oyunlarının məqsədi nədir? Sırf heyətin formalaşdırılması baxımından yoldaşlıq maçları yoxlama görüşləridir.